Abşeron rayonunun Məmmədli kəndində yerləşən heyvan bazarının biotəhlükəsizliyi, həmçinin müasir standartlara uyğun yenidən qurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Bazarın giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb. Baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədi ilə xüsusi izolyatorlar tikilib. Bazar ərazisi asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkəti üçün rampalar və çardaqlar quraşdırılıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən heyvan bazarlarında həyata keçirilən qiymətləndirmə nəticələrinə əsasən Abşeron rayonunda yerləşən heyvan satışı bazarı yenidən qurulub. Belə ki, bazarda asfalt beton örtüyü salınıb. Heyvanların rahat və təhlükəsiz hərəkəti üçün rampalar və çardaqlar quraşdırılıb və baytar həkimi nəzarəti üçün məntəqə tikilib. Eyni zamanda baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanması məqsədi ilə xüsusi izolyatorlar tikilib. Bazarın giriş və çıxış qapısında dezbaryerlər, həmçinin yem anbarı, iri və xırda buynuzlu heyvanların satışı sahələri yenidən qurulub. İri və xırda buynuzlu heyvanların ayrı-ayrı pavilyonları tikilmişdir. Bazarımız ərazisində bir ədəd inzibati bina, 3 ədəd satış pavilyonu, daha sonra bir neçə sanitar qovşaqlar, 2 ədəd giriş məntəqəsi, yem anbarları və sairələr tikilmişdir. Xatırladaq ki, bundan əvvəl Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar, Kürdəmir, Masallı və Ağsu rayonlarındakı heyvan bazarları fəaliyyətə başlayıb. Qeyd edək ki, bazarlar Qida Təhlükəsizliyi Agentliyinin kollegiyasının qərarı ilə təsdiq edilmiş, norma və qaydalara uyğun yenidən qurulmalıdır. Yenidən qurulan heyvan bazarları isə yalnız agentliyin müvafiq komissiyasının yekun qiymətləndirməsindən sonra fəaliyyətə başlaya bilər.